Fermerin rifahı aqrar sahənin inkişafıdır. Məhz bu sözlərlə başlayırıq bugünkü verilişimizə. Fermerin real dostuna baxırsınız. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, biz davam edirik. Fermerin real dostuna baxırsınız. Mən yenidən tamaşaçıları, fermerləri, zəhmətkeşləri salamlayıram. Bugün də maraqlı, aktual və xüsusən də gənclər üçün faydalı bir mövzuya toxunmuşuq. Əvvəla onu deyim ki, Kənd Təsərrüfatı Nazirliyi son illərdə, son aylarda xüsusən aqrar startapları və gənclərin aqrar sahəyə yönəlməsinə xüsusi önəm verir və bu istiqamətdə də bir çox maraqlı layihələrə imza atır. Bu istiqamətdə Aqrar İnnovasiya Mərkəzinin gördüyü işlər təqdirə layiqdir. Elə həmin mərkəzin direktoru bugün qonağımdır. Mən böyük məmnuniyyətlə söhbətimizə keçmək istəyirəm. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bizimlə bərabərdir. Anar, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmisiniz. Çox sağ olun dəvətə görə. Düşünürəm ki, bugünkü mövzumuz çox maraqlı olacaqdır. Mən də bunu düşünürəm və ona görə də tamaşaçılara demək istəyirəm ki, televizora yaxın əyləşsinlər. Anar müəllim, sizin rəhbəri olduğunuz qurumun əsas fəaliyyət istiqamətlərindən biri də elə innovativ əsaslarla inkişaf etdirilməsidir, yəni aqrar sahənin və gənclərin də bu sahəyə yönəlməsi üçün çox fərqli, çox maraqlı layihələr icra edirsiniz. Şəxsən özüm də onların bir neçəsində iştirak etmişəm. Söhbət xüsusən də startaplardan gedir. Bax, nədir ümumiyyətlə bu startap? Leksikonumuza, dilimizə son illərdə tez-tez düşür, eşidirik bu kəlməni. Aqrar sahədəki startapların mahiyyəti nədir və bunun icrası, işi sizin tərəfinizdən və Kənd Təsərrüfatı Ümumilikdə Nazirliyi tərəfindən hansı formada aparılır? Çox sağ suala görə. Startapın ümumi anlayışı odur ki, hər hansı bir sahədə yeni olan, yəni əvvəlki dövrlərdə olmayan bir hər hansı bir problemin həlli kimi təklif olunan hər hansı bir texniki bir həll yoludur, cihaz ola bilər, qurğu ola bilər. Amma kənd təsərrüfatında bunun təbii ki, spesifik xüsusiyyətləri də var. Çünki bilirsiniz ki, kənd təsərrüfatında yeni əkin metodu ola bilər, yeni suvarma üslubu ola bilər və bunlar da yenilik sayıldığı üçün bu sahədə təklif olunan hər hansı bir həll yolu da o startap sayıla bilər. Ümumilikdə startapla biznes arasındakı biz fərqi dəyərləndirsək, artıq hər hansı bir fəaliyyət stabil gəlir gətirməyə başlayıbsa, bu artıq biznesdir. Çünki onu artıq proqnozlaşdırmaq olar, bunun aylıq gəliri nə qədərdir, onu müəyyən etmək olar. Amma startapın əsas xüsusiyyəti ondan ibarətdir ki, startap böyüyə bilən bir yanaşmadır. Yəni, hər zaman olduğu dəyərdən 10 dəfə, 100 dəfələrlə daha çox bir dəyər formalaşdıra bilər. Və ümumilikdə belə bir statistika var ki, hər 10 startapdan yalnız biri baş tutur. Uğurlu olur, reallaşır. Bəli, və o baş tutduğu təqdirdə də təbii ki, o digər startaplara çəkilən xərc, vaxt onun hamısını kompensasiya eləyir. Kənd təsərrüfatında tətbiq olunan startapların digər müsbət xüsusiyyətlərdən biri budur ki, əgər bizim tutaq ki, gənclərimiz aqrar sahənin hər hansı bir problem deməyək, çağırışlarla bağlı hər hansı bir təklifi, həlli varsa, fermerlərlə təmasda, kontaktda, ünsiyyətdə olduğu müddətdə o başa düşə bilər ki, məsələn, bu yanaşma, bu təklif, bu həll yolu fermerlərə o qədər də maraqlı deyil, ehtiyac yoxdur və tez bir zamanda onu artıq fermerin istəklərinə uyğun yeni formada təklif edə bilər. Təkmilləşdirə bilər. Ola bilər ki, biraz fəaliyyət istiqamətini dəyişdirə bilər. Təklif elədik, baş tutmadı, buna ehtiyac yaranmadı, startap inkişaf eləmədi, startap bitmir. Həmin o startapı hazırlayan gənclərdən olan komanda artıq fermerlərin istəyinə, ehtiyaclarına uyğun olaraq yeni bir startap ortaya qoyur. Ümumiyyətlə, kənd təsərrüfatı, aqrar sahə innovasiyaların, xüsusən də bu startapların tətbiqi üçün ən uğurlu sahələrdən biridir. Çünki kifayət qədər imkanlar var ki, bütün bu proseslər boyunca nəyisə təkmilləşdirsinlər, tutaq ki, fermerlərin gəlirləri varsa onu çoxaltsınlar, xərcləri varsa onu azaltsınlar, vaxt baxımından, zaman baxımından, məlumatlandırma baxımından. Ona görə bunlar kifayət qədər startaplar üçün münbit bir sahədir kənd təsərrüfatı və məhz onun nəticəsidir ki, son 5 il ərzində biz nəzər yetirsək, görərik ki, yüzlərlə, 100-dən artıq startaplar artıq aqrar sahədə sınaqdan keçiriblər öz layihələrini, MVP səviyyəsinə gətirib çıxardıblar. Ən azı, yəni fermerlərə biz bunu edə bilərik, sizin hər hansı bir digər əlavəniz varsa bizə deyin, biz bunu təkmilləşdirək formatına gəlib çıxa bilmişik biz bu startap ekosisteminin inkişafı baxımından. Ona görə düşünürəm ki, kifayət qədər burada görüləcək işlər çoxdur və
təbii ki, dövlət tərəfindən də müsbət zəmin yaradılır ki, startap ekosistemi aqrar sahədə inkişaf eləsin. O cümlədən ali məktəblərlə biz çox sıx işləyirik və bir sıra müsbət hadisələr baş verir ki, aqrar sahədə startapların inkişafı ilə bağlı biz artıq real кейslərlə, nəticələrlə danışa bilərik. Mənə maraqlıdır və tamaşaçılara demək istəyirəm ki, bizim hal-hazırda ekranda, monitorda Aqrar İnnovasiya Mərkəzi tərəfindən görülən işlərin bir çoxu əhatələnir və həmin kadrları görürük. Baxın, həqiqətən də kifayət qədər böyük işlər görülüb. Mənə bir siz nə maraqlıdır, Anar müəllim? O startaplarla fermerləri və ya sahibkarları, yəni iki tərəf var da burada, düzdürmü? Misal üçün, startapı təklif edən bir gənc, bir deyək ki, intellektual bir tələbə, hər hansı bir universitetin tələbəsi, eyni zamanda hansı bir aqrar sektorda fəaliyyət göstərən artıq bəlli bir istehsalla məşğul olan, deyək ki, aqropark, hansı bir böyük təsərrüfat müəssisəsi. Onlarla bu bağlantını necə qurursunuz? Və bu bağlantının gələcək perspektivləri üçün məhz Aqrar İnnovasiya Mərkəzi hansı inkişaf metodları təklif eləyir? Bu əlaqələrin inkişafı üçün nələrə, hansı addımlar atır? Çox sağ olun sualınıza görə. Ümumiyyətlə, hər hansı bir sahədə uzun müddətli inkişafla bağlı bir proqnoz vermək istədikdə, təbii ki, o sahədə olan əsas oyunçuları biz nəzərdən keçirməliyik. Bizim кейsdə, deməli, bu Kənd Təsərrüfatı Nazirliyidir, xüsusi olaraq Aqrar İnnovasiya Mərkəzidir, çünki birbaşa olaraq startapların fəaliyyətindən bizim mərkəz məşğuldur və bazarda digər əsas tərəfdaşlardan biri də təbii ki, bu akselerasiya, inkubasiya mərkəzləridir və digər önəmli tərəfdaş da ali məktəblərdir. Çünki gənclər, ümumiyyətlə ortalama startapçının yaşı 20-22 yaş müəyyən olunmuşdur. Bu da gəlib məhz tələbə dövrünə təsadüf edir. Bəli. Amma orada ən böyük problemlərdən biri o idi ki, düşünün ki, hər hansı bir yarışma keçirilir, tutaq ki, hakaton keçirilir və ya ki, startap yarışması, müsabiqəsi keçirilir. Startapçılar müraciət eləyir, yaxşı nəticələr əldə eləyirlər və çox vaxtı startapın ömrü məhz tələbənin universitet təhsil aldığı müddətlə, dövrlə məhdudlaşır. Yəni, universiteti bitirir, tutaq ki, magistr təhsili olur və yaxud da ki, iş karyerası imkanları olur və çox vaxtı startaplar artıq əvvəlki tək ona vaxt ayıra bilmir. Həmin startapçılarımız, gənclərimiz, o baxımdan da bir çox startapçılarımız artıq fəaliyyətini dayandırır. Amma biz bu məsələdə universitetlərin də etibarlı tərəfdaş və davamlı, dayanıqlı tərəfdaş olduğunu nəzərə alaraq universitetlərlə bir yerdə bu fəaliyyəti təşkil edirik və xüsusən də o ali məktəblər, hansılardakı süni intellekt, data analitikası, kompüter mühəndisliyi və digər bu kimi ixtisaslar üzrə tədris olunursa, biz o ali məktəblərlə birgə bir sıra bizim o fəaliyyətləri uyğunlaşdırmışıq və birgə fəaliyyət göstəririk. Təbii ki, innovasiya mərkəzi olaraq biz startap yarışması da keçirmişik, hakatonlar keçirmişik, yarışmalar keçirmişik. Bizim son bir il ərzində keçirdiyimiz və çox da uğurlu format olan bootcamplardır. Bootcamplar, bəli. Mən əslində ona gəlmək istəyirdim. Bootcamplar çox uğurlu, maraqlı keçirəmdir. Və bizim bootcampın da adı məhz dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi layihəsidir. Biz bu layihə çərçivəsində ondan artıq ali məktəblərlə görüşmüşük. Onlarda innovativ fəaliyyətlə, xüsusən də aqrar sahə, ətraf mühit sahəsinə uyğun istiqamətlərdə hansı işlər görürlər, onunla maraqlanmışıq. İşçi qruplar formalaşıb və keçən il ərzində biz 5 bölgədə bootcampları keçirmişik. Onlardan ikisi azad olunmuş ərazilərdədir. Biri Zəngilanda biz keçirmişdik. Biz hal-hazırda o kadrları görürük. Ondan sonra Xankəndidə biz Qarabağ Universitetinin bir yerdə bunu keçirmişik. Ondan sonra Şamaxıda, Saatlıda və Xaçmazda. Və keçirilən ərazilər də məhz sizin sualınızda qeyd olunmuşdu ki, aqrar sahədə ixtisaslaşmış şirkətlərin ərazisində və yaxud da ki, o şirkətlərin iştirakı ilə dəstəklə keçirilmişdir. Burada da əsas məsələlərdən biri budur ki, ali məktəblərdə bilirsiniz ki, tədrislə bağlı kifayət qədər fəaliyyətlər təkmilləşdirib həyata keçirilir. Araşdırmalar, tədqiqatlar aparılır, amma biznes yönümlü fəaliyyət nöqteyi nəzərdən universitetlərimiz çalışırlar və o sahibkar universitetin keçid modelində bir neçə universitet çox irəlidədir artıq. Amma biz maraqlıyıq ki, hər universitet özündə tədris olunan ixtisaslara uyğun olaraq və bizim nazirliyin, xüsusən aqrar sahənin müxtəlif prioritet istiqamətlərinə uyğun olaraq o gənclərimizin potensialından istifadə edərək
həmin o sahədə olan iri şirkətlərlə əlaqələndirək. Çünki bəzi məqamlar var ki, böyük aqrokomplekslər olsun və ya aqroparklar olsun, onlar özləri sualla müraciət edirlər ki, biz burada başqa, siz nə təklif edə bilərsiniz ki, biz onu da ki, öz fəaliyyətimizi təkmilləşdirək. Və bizim gənclərimizin o nəzəri bilikləri kifayət qədər yüksəkdir, amma onlara bir meydan lazımdır, praktiki biliklərini əldə etmək üçün. O baxımdan çox maraqlı bir kollaborasiya burada alınır və dəfələrlə olub ki, məsələn, hər hansı bir istehsal müəssisəsi və ya ki, zavod olsun və ya ki, aqrokompleks olsun, startapçılarımız iştirak etdiyi təqdirdə öz maraqlı həllərini təklif etmişdilər və bir neçə istiqamətdə əməkdaşlıq da artıq müəyyən olunmuşdur. O cümlədən bizim bölgələrdə keçirilən aqrobiznes festivallarında da bizdə mütəmadi olaraq startap zona fəaliyyət göstərir ki, bax, məhz həmin o startap zonada bizim yüzlərlə, minlərlə fermerlərimiz o festivallarda iştirak elədiyi üçün startap zonadakı bizim iştirak edən gənclərimizlə təmasda olurlar və bizim startapçılarımız da maraqlı həllər təklif edirlər və bizim fermerlərimiz də onların təsərrüfatında onlara ehtiyac olan gördükləri, rastlaşdığı çətinlikləri bildirirlər və bizim gənclərimiz artıq onu öz layihələrində, prototiplərində nəzərə alırlar. Və onu da qeyd edim ki, bu bootcampların keçirilməsinin digər müsbət tərəfi də odur ki, artıq gənclərimiz də artıq yeni iş yeri kimi aqrar sahəni də dəyərləndirir. Çünki bilirsiniz ki, kənd təsərrüfatı iqtisadiyyatın real sektorudur və burada hər zaman əgər mütərəqqi yanaşma varsa, hər hansı bir tutaq ki, maraqlı həll yolu varsa, burada gəlirini artırmaq mümkündür. Və onu da qeyd etmək istəyirəm ki, kənd təsərrüfatında startapların inkişafı təkcə gənclərin maraqları ilə və ya ki, ali məktəblərdə bu istiqamətdə tədrislə təkcə kifayətlənmir. Dövlət də kifayət qədər aqrar sahənin innovativ əsaslarla inkişafı üçün dövlət büdcəsinin vəsaiti hesabına dəyər formalaşdırır. Bu, bilirsiniz ki, sizin əməkdaşı olduğunuz Aqrar Kredit İnkişaf Agentliyi vasitəsilə subsidiyalar verilir və subsidiyaların verilməsi də məhz elə aqrar sahədə innovasiyaların, yeniliklərin tətbiqini təşviq üçün nəzərdə tutulmuşdur. Yəni, o fermer ki, hansı ki, daha çox aqrar sahəyə yeniliklər, innovasiyalar, müasir suvarma, əkin texnologiyaları tətbiq edirsə, onlar daha çox progressiv formada subsidiya alır, dövlət dəstəyini alır və təbii ki, burada da bizim əsas hədəflərimizdən biri budur ki, gələcəkdə bizim fermerlərimiz tərəfindən daha çox ağıllı həllərdən istifadəni təşviqdir ki, fermerlər o ağıllı həllər tətbiq etdikcə daha çox məhsuldarlıq əldə etsinlər, daha çox vəsait gəlir əldə etsinlər və öz vəsaitinin itkisinin qarşısını alsınlar. O baxımdan da bizim bu gənclərimiz ki, bütün ölkənin müxtəlif bölgələrində baş çəkirlər, Qarabağ Universitetidir, İA universitetləridir, istehsalat müəssisələridir. Orada artıq bizim gənclərimizin də deməyə sözü var və onlar da hər zaman öz biri-birindən maraqlı təkliflərini, həllərini təklif edirlər bizim fermerlərimizə. Sizə təşəkkür düşür. Kənar müəllim, onların o, necə deyərlər, deməyə o sözlərini və çatdırmağa o sözlərini imkan platforması yaradırsınız, meydan necə deyərlər, verirsiniz ki, onlar da özlərini göstərirlər. Kənd təsərrüfatı iqtisadiyyatın real sahəsidir. Həqiqətən də biraz əvvəl sizin sözünüzdən sitat olaraq deyim. Biz də elə fermerin real dostu olaraq dəfələrlə olub ki, əziz tamaşaçılar, dəyərli fermerlər, bu bootcamplarda iştirak eləmişik. Şəxsən özüm də həqiqətən də kifayət qədər keyfiyyətli və geri dönüşü olan bir fəaliyyətdir və bu fəaliyyətdə sizə uğurlar arzuluruq. Yeni qoşulanları salamlayıram. Siz Real TV-də fermerin real dostuna baxırsınız. Mənim adım Ruslan Zeynaldır və mənim bugün qonağım Kənd Təsərrüfatı Nazirliyindən gəlib, Aqrar İnnovasiya Mərkəzinin direktorudur Anar Cəfərov. Biz aqrar startaplardan danışırıq və eyni zamanda gənclərin, yəni startap ideyasını ixrac edən, istehsal edən, necə deyərlər, ərsəyə gətirən o gənclərin aqrar sahəyə gəlməsinə bax bu mövzudan söhbət açırıq ki, bu da ümumilikdə dövlətimizin və dövlətin kənd təsərrüfatı siyasətini icra edən Kənd Təsərrüfatı Nazirliyinin əsas istəklərindən biridir. Anar müəllim, dediniz əslində, istəyərdim bir balaca onun üzərində dayanaq. Bax, bu startaplarda iştirak edənlərin böyük platformalar, nəinki yerli tədbirlərdir. Yəni sizin, bizim tamaşaçılar və daimi izləyicilərimiz eyni zamanda bizim fermerlərimiz, bölgədə yaşayan, bizə baxan
Tamaşaçılar çox yaxşı bilir ki, Kənd Təsərrüfatı Nazirliyi və birbaşa sizin qurum Aqrar İnnovasiya Mərkəzi bölgələrdə aqrar biznes festivalları keçirir və bu bir ənənədir. Biznes festivalının tərkibində, daxilində bir çox özünün belə deyək istiqamətləri var. Amma eyni zamanda Kaspian Agro beynəlxalq səviyyədə tədbirlərdə də mən o startapçıları görmüşəm. Hətta ölkə rəhbərliyinə öz startaplarını təqdim ediblər. Düzdürmü? İstəyərdim ki, bax, bir balaca bu haqda da danışaq, zəhmət olmasın. Qeyd etmək istəyirəm ki, bizim bu aqrar startaplarımız təkcə aqrar sahədə deyil, ətraf mühit, ondan sonra ekologiya, şəhər salma, bu kimi istiqamətlərdə də aktiv şəkildə iştirak edirlər. Çünki bunların çoxsunun bir startapı yox, bir neçə ideyası olur və paralel bunları inkişaf elətdirirlər. Bizim də düzgün qeyd etdiyimiz Kaspian Agro sərgisində artıq 5 ilə yaxındır ki, mütəmadi olaraq hər il may ayında keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisi olan Kaspian Agro sərgisində bizdə startaplara aid olan bir böyük güşə olur. Bu il də Kaspian Agro sərgisi bilirsiniz ki, Kaspian Agro Week formatında keçirilir. Yəni ilk dəfə həftə çərçivəsində keçirilir və bu il də Nazirliyin əsas pavilyonunda, stendində artıq kənd təsərrüfatında dəqiq kənd təsərrüfatı süni intellektin tətbiqi layihəsi çərçivəsində bootcamp adı altında təşkil olunacaqdır. Və bu nə üçün biz bunu bu cür belə düşünmüşük? Çünki bizim bu layihədə az öncə qeyd etdiyim kimi 20-dən artıq ali məktəb, ondan artıq akselerasiya inkubasiya mərkəzi, 50-dən artıq bizim özəl şirkətlərimiz, böyük şirkətlər, aqrar sahədə ixtisaslaşmış şirkətlər təmsil olunublar. Bu bir növ platforma rolunu oynayacaq Kaspian Agro sərgisindəki həmin bu akselerasiya mərkəzləri, universitetlər, şirkətlər də orada təmsil olunsunlar. Və təbii ki, startapçılarımız artıq beynəlxalq, yəni belə deyək, tamaşaçının qarşısına çıxacaqlar. Orada müxtəlif ölkələrdən insanlar yaxınlaşır. Əvvəlki illərdə də Kaspian Agro sərgisində hər zaman aktiv şəkildə iştirak edirlər. Ondan sonra bizim bilirsiniz ki, hər il keçirilən Rebuild Qarabağ sərgisi var. Xüsusən də orada biz o startaplara yer vermişik ki, hansıların ki, həlləri, tutaq ki, mobil həlləri olsun, platformalar olsun, cihaz qurğular olsun, məhz azad olunmuş ərazilərdə tətbiq olunması üçün nəzərdə tutulub. O cümlədən keçən il biz bilirsiniz ki, Azərbaycanda birinci beynəlxalq investisiya forumu keçirilmişdir, ilk dəfə keçirilmişdir, hər il keçirilməyə başlayacaqdır artıq və orada da ən böyük pavilyonun biri məhz Nazirliyin aqrar startaplarla bağlı olan pavilyonu idi və bu ildən başlayaraq da biz bu beynəlxalq şəhər salma Urban forumunda da bizim startapçılarımız xüsusən də şəhər salma istiqamətində ağıllı kəndlərdə tətbiq olunan texnologiyalarla startaplarla təmsil olacaqlar. Ümumilikdə həm ölkə daxilində, həm ölkə xaricində də bizim startapçılarımız müxtəlif yarışmalarda iştirak edirlər, yaxşı nəticələr əldə edirlər, yer tuturlar və biz onları ümumiləşdirərək hər zaman ilin sonunda, ya da ilin əvvəlində aqrar startaplar və innovasiya forumu keçirdirik ki, orada biz bunun ümumi yekununu vururuq və yeni hədəflər müəyyən edirik. Geri gəlmişkən, elə adını çəkdiyiniz forum bu yaxınlarda olacaq, fevral ayının 16-sında, düzdürmü? Bəli. Bax, bu ilki forumda nələr gözləyir, nələr olacaq? İstəyərdim ki, bu haqda da bir anons verəsiniz, məlumat verəsiniz, zəhmət olmasa sizdən eşidək. Ümumilikdə bizim bu aqrar startaplar innovasiya forumu bizim sırf startaplarla olan fəaliyyətimizin yekun tədbiri sayılır, ya ilin sonunda keçirilir, ya ilin əvvəlində keçirilir və əvvəlki ilin ümumi nəticələrini yekunlaşdırmaq üçün bir platformadır. Və orada əvvəlki illərdən fərqli olaraq biz bu il daha çox startaplarla təmsil olunacağıq. Biz 2 il dalbadal biz bunu Azərbaycan Dövlət Aqrar Universitetində təşkil eləmişik. Keçən il biz Nazirlikdə bunu keçirdik. Bu il də biz ADA Universitetini birlikdə keçirdik. Bilirsiniz ki, ADA Universitetində artıq sırf kənd təsərrüfatına bağlı yeni fakültə işə başlamışdıq. Orada da bizim artıq yeni gənc mütəxəssislərimiz tələbədirlər. Orada çalışırlar, onlar da maraqlıdır, onların da öz töhfəsi var bu istiqamətdə. Və ona görə də bu ilki tədbir orada keçiriləcəkdir və ilk dəfə olaraq, əvvəlki illərdə fərqli olaraq artıq bizim kommersiyalaşmış, artıq belə deyək də kütləvi istehsala başlamış bir neçə startapımız var ki, onun da təqdimatını biz orada etmək istəyirik. O cümlədən də bizim orada az öncə qeyd etdiyim kimi ondan artıq akselerasiya, inkubasiya mərkəzləri, bizim aqrar sahədə ixtisaslaşmış şirkətlərimiz, hansılar ki, xüsusən də innovasiyalar, yeniliklər tətbiq edirlər. Ondan sonra bizim əməkdaşlıq edilməyimiz aqrar sahədə ixtisaslaşmış şirkətlər, aqrar parklarda təmsil olunacaqlar və orada təbii ki, hər il olduğu kimi də aqrar sahənin prioritet, xüsusən də aqrar startaplar ekosisteminin inkişafına töhfə verən istiqamətlər, fəaliyyət planları, fəaliyyət
istiqamətləri müəyyən müzakirə olunacaqdır və onu da qeyd etmək istəyirəm ki, orada o cümlədən də startapların öz prototiplərin nümayiş etdirməyə də imkan olacaqdır və o fürsətdən istifadə edərək gənclərə müraciət etmək istəyirəm ki, ayın 16-sı birinci günü ADA Universitetində bu forum keçiriləcəkdir. Hələ gec deyil. Kimin maraqlı layihəsi, təklifi varsa bizə müraciət eləsin və əgər layihəsi artıq MVP mərhələsindədirsə, yəni ki, artıq prototipi varsa, o forumda iştirak edə bilər. Müraciət edib gələ bilər digər universitetlərdə, düzdürmü? Yəni yoxsa yalnız ADA Universitetində? Xeyr, orada 20-dən çox universitetin bizim deməli 90-dan artıq bizim bootcamplarda iştirak edən gənclərimiz, tələbələrimiz var ki, hansı ki 60-a yaxın startapları var. Hansı ki artıq belə deyək də prototip səviyyəsindədir. Onların bir çoxsu orada təmsil olunacaqlar. Amma yenə də kimsə bölgələrdən və ya ki xaricdən kimsə gəlmək istəsə, ayın 16-sı iştirak edə bilərlər. Yəni necə deyirlər, ADA Universitetinin qapısı açıqdır üzlərinə. Mən də çağırış edirəm fürsətdən istifadə edib, xüsusən də gənclər, düzdürmü? Gənclər bilirəm ki, fermerlər arasında da bu yaxınlarda da bölgələrdə olanda gördüm, gənc fermerlərimiz var. Yəni kimsə deyirsə ki, ancaq yaşlı nəsil nümayəndələri təsərrüfatla məşğul olur. Razı deyiləm. Gənclərin bu sahəyə marağı böyükdür. Dövlət də dəstək verir. Bax görürsüz, elə qoy adını bir də deyim. 4-cü Aqrar Startup və İnnovasiya Forumuna ADA Universitetinə sizi dəvət edirik 16 fevral tarixində. Amma əvvəlcədən təbii ki, startapları göndərmək lazımdır. Aqrar İnnovasiya Mərkəzinin sosial media hesablarına müraciət eləsinlər. Məncə, operativ sürətli sizin suallarınızı cavablandıra bilərlər və yaxud da istəsəz yazın fermerin real dostuna, biz sizi yönləndirərik. Əsas odur ki, maraqla qarşılayın və gedin iştirak edin bu forumda. Anar müəllim, mən sizə bütün işlərinizdə uğurlar arzulayıram. Bilirəm ki, qarşıda biz sizinlə təkrar yenə görüşəcəyik. Çünki müxtəlif belə deyək də tədbirləriniz planlaşdırılır. Biznes festivalları əvvəlki illərdə olduğu kimi. Amma bu dar çərçivədə eyni zamanda vaxtın məhdudiyyətinə baxmayaraq gəldiniz və ətraflı məlumat verdiniz. Minnətdaram, çox sağ olun ki, iştirak elədiniz fermerin real dostunda. Çox sağ olun dəvətə görə. Çox sağ olun. Dəyərli dostlar, əziz fermerlər, hörmətli tamaşaçılar, aqrar startaplardan danışırdıq. Eyni zamanda gənclərin aqrar sahəyə gəlişini təşviq edən dövlət siyasəti ilə bağlı həyata keçirilən maraqlı layihələrdən söhbət açdıq. Bu sahəyə, kənd təsərrüfatına maraq böyükdür və fermerin real dostu da məncə düşünürəm ki, bu marağın daha da inkişaf elətdirilməsi üçün hər dəfə sizə biri-birindən faydalı mövzuları təqdim edir. Gələn həftə də eyni qaydada Real TV-də fermerin real dostunda görüşəcəyik. Hələlik.